Salam əziz 5-ci siniflər. Biz isə tarix fənnindən Böyük Zəfərin ilk qaranquşu aprel döyüşləri mövzusunun izahını verməyə çalışacağıq. Deməli, Böyük Zəfər deyəndə ilk öncə hansı zəfərdən söhbət gedir? Bunu yadımıza salmalıyıq. Bu söhbət 2-ci Qarabağ müharibəsindən gedir, əziz 5-cilər. Biz ona Vətən müharibəsi də deyirik. Bax, Böyük Zəfərin ilk addım səsləri məhz aprel döyüşləridir. Erməni tərəfi, erməni hərbçiləri daim bizim ordumuzun təxribata çəkməyə çalışırlar. Yəni, düşmən tərəfi daim təxribatlardan istifadə edirdi. Hərbi qulluqçularımızı, din sakinlərimizi hədəf alırdı. Və nəhayət 2016-cı ilin aprelin 1-dən 2-sinə keçən gecə yenə belə bir təxribatların birində ordumuz əks hücum əmri alır. Və əks hücum əmri alan ordumuz o qədər sürətlə hərəkət edir ki, düşmən macal belə tapmır qaçmağa. Hərbi bölmələrimiz iki istiqamətdə hücuma keçirlər. Bir, Tərtər istiqamətində Talaş yüksəkliyi, digəri isə Cəbrayıl istiqamətində olan Lələtəpə yüksəkliyidir, əziz 5-cilər. Və bu yüksəkliklərin ələ keçirilməsinin əhəmiyyəti nədən ibarət idi? Ondan ibarət idi ki, ordumuzun mövqeləri və yaşayış məntəqələrimiz məhz bu yüksəkliklərdən atəşə tutulurdu və bunlar ələ keçirilərdisə, həmin atəş nöqtələri də susturulmuş olardı. Yəni, bu ərazilərimizin, xüsusən Naftalan şəhəri və ətraf kəndlərimizin təhlükəsizliyi təmin olardı. Həmçinin, indi siz qarşıda görəcəksiniz, Cocuq Mərcanlı kəndirində. Baxın, xəritədə Tərtər istiqamətindən və Cəbrayıl istiqamətindən ordumuzun hücum əməliyyatları göstərilib, Talış yüksəkliyi istiqamətində, bir də Lələtəpə yüksəkliyi istiqamətində. Baxın, bu 2016-cı il aprel döyüşlərində Azərbaycan ordusunun xüsusi təyinatları misilsiz rol oynayıblar, əziz 5-cilər. Ən ağır tapşırıqları yerinə yetiriblər və şüarlarına fikir verin: görünmədən görmək, ölmədən geri dönmək. Ən ağır tapşırıqlarda görünmədən görmək lazımdır, yəni düşmən obyektlərini zərərsizləşdirmək lazımdır və sağ-salamat da geri dönmək və o məlumatları milli ordumuzun bölmələri ilə bölüşmək lazımdır. Şüarları budur: görünmədən görmək, ölmədən geri dönmək. Talış kəndi yüksəklikləri uğrunda döyüşlər. Bax, Talış istiqamətində düşmənin müdafiə xəttini yarırlar və düşmən bu əks hücumdan çaşbaş qalmış halda silah sursatını atıb qaçmağa başlayırlar düşmən əskərləri. Baxın, ümumiyyətlə bu aprel döyüşlərinin əhəmiyyəti çox böyükdür. Ona görə biz deyirik Böyük Zəfərin addım səsləri. Böyük Zəfər üçün cığır açmış, belə deyək də, yol açmış bir döyüşlərdir aprel döyüşləri. Nəzərimizdə belə saxlayaq. Birincisi, onların öyündüyü keçilməz Oxanyan səddi Azərbaycan ordusu tərəfindən keçilir. İkincisi də yaratmış olduqları erməni əskərinin məğlub edilməzliyi mifi də tarixə qovuşmuş olur. Azərbaycan hərbçiləri əzmlə döyüşürdülər, əlbəttə. Niyə əzmlə döyüşürdülər? Çünki öz torpaqları uğrunda vuruşurdular və bu torpaqların hər qarşından sanki əlavə güc alırdılar. Amma erməni əskərləri qaçırdılar, çünki bu onların torpaqları deyildi. Baxın, 2 günə 14 düşmən postu ələ keçirilir. Post nə deməkdir? Hər hansı bir obyekti mühafizə etmək və müşahidə altında saxlamaq üçün müəyyən yerdə qoyulmuş növbəçi və ya əskər dəstədir. Azərbaycan ordusunun igid hərbçiləri Azərbaycanın şanlı bayrağını Lələtəpə və Talış yüksəkliklərində qaldırırlar. Döyüş meydanından qaçan düşmən əskərləri itirdikləri əraziləri toplarla, bir də tanklarla geri almağa çalışırlar. Lakin igid hərbçilərimiz düşmənin 14 tankını sıradan çıxarırlar. Baxın, deməli onlar hücuma keçirlər ki, belə deyək də, daha doğrusu toplarla və tanklarla hücuma keçirlər ki, itirdikləri əraziləri geri qaytarsınlar. Amma əksinə igid hərbçilərimiz düşmənin 14 tankını sıradan çıxarır. Və düşmən əskərlərindən fərqli olaraq milli ordumuzun əskərləri şəhid olmağı üstün tuturdular. Nəinki döyüş meydanını tərk etməyi. Amma düşmən əskərləri qaçmaqla canlarını qurtarmağa çalışırdılar. Hətta əskərlərimizin son güllələrinə qədər vuruşurdular. Həlak olan hərbçilərimizin bəzilərinin əlində sıxılmış vəziyyətdə olan qumbara, bəzilərinin avtomatlarında isə yalnız
bir güllə qaldığı məlum olmuşdu. Düşmənin əks hücumları ciddi nəticə vermədi. Əlbəttə verməyəcək, çünki şanlı Azərbaycan ordusu onların əks hücumlarının qarşısını alır. Və Talış kəndi ətrafında yüksəkliklərə nəzarət ordumuza keçir. Deməli, Talış kəndi ətrafındakı yüksəkliklərə nəzarət ordumuza keçdikdən sonra, bax, bunun iki mühüm nəticəsi olur. Deməli, birincisi, Naftalan şəhəri və ətraf kəndlərin təhlükəsizliyi təmin edilir. İkincisi isə 2-ci Qarabağ müharibəsində ordumuz bu yüksəkliklərdən hücuma başlamışdı. Deməli, Talış kəndi ətrafındakı yüksəkliklərin ordumuzun nəzarətinə keçməsinin iki mühüm nəticəsi olur. Birincisi, Naftalan şəhərinin və ətraf kəndlərin təhlükəsizliyi təmin edilir. Yəni, artıq onlar düşmən tərəfdən atəşə məruz qalmayacaqdır. İkincisi, 2-ci Qarabağ müharibəsində ordumuz bu yüksəkliklərdən hücuma başlamış olur. Lələtəpə döyüşlərinə baxırıq. Lələtəpə Cəbrayıl rayonu istiqamətində ərazisində yerləşir. Hündürlüyü 270 metr olan yüksəklikdir. Buradan Füzuli və Beyləqana qədər uzanan ərazilər müşahidə etmək mümkündür. Deməli, əhəmiyyəti nədən ibarətdir? Əhəmiyyəti ondan ibarətdir ki, Füzuli və Beyləqana qədər olan əraziləri müşahidə etmək olur. Lələtəpə yüksəkliyi 1-ci Qarabağ müharibəsi tərəfindən, daha doğrusu müharibəsi dövründə erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. Bax, bu Lələtəpə yüksəkliyi işğal edildikdən sonra, əziz beşincilər, Cocuq Mərcanlı kəndi atəş altında saxlayırdı erməni qüvvələri. Və kənd Azərbaycan ordusunun nəzarətində olsa da, nəzarətimizdə idi. Amma o yüksəklik onların əlində olduğuna görə Cocuq Mərcanlı əhalisi Lələtəpədən atılan atəşlərdən sonra kəndi tərk etməyə məcbur olmuşdu. Amma 2016-cı ildə aprel döyüşləri zamanı cəmi 40 dəqiqə ərzində Lələtəpə yüksəkliyi azad edilir. Və bu hadisədən sonra, Lələtəpə azad edildikdən sonra artıq qısa müddətdə Cocuq Mərcanlıdır bərpa edilir, kənd əhalisi də doğma yurduna qayıdır. Deməli, Lələtəpə yüksəkliyinin də azad edilməsinin iki nəticəsi olur. Birincisi, qısa müddət ərzində Cocuq Mərcanlı bərpa edilir. İkincisi, kənd əhalisi doğma yurduna qayıtmış olur. Və artıq bu döyüşlərdə düşmən anlayır ki, üzərinə gələn ordu 90-cı illərin ordusu deyil. Hansı ki, o 90-cı illərdə vahid komandanlığı yox idi. Hərbi birləşmələrimiz öz fəaliyyətlərini bir-biri ilə əlaqələndirmirdi, birgə fəaliyyət həyata keçirmirdi. Ondan sonra silah-sursatla təminat zəif idi. Lakin aprel döyüşlərində artıq düşmən anlayır ki, burada vahid komandanlıq var və hərbi birləşmələr birgə fəaliyyət göstərirlər və bu uğurun da əsas səbəbləri bunlardan ibarət idi. Deməli, biz həmçinin baxırıq, burada nə yazılıb? Yazılıb ki, bunları bilmək maraqlıdır. PUA nədir? Pilotsuz uçuş aparatıdır. İlk dəfə olaraq Azərbaycan ordusu məhz aprel döyüşləri zamanı bu uçuşsuz pilot aparatından istifadə edir. Hara istehsal idi o? İsrail istehsalı idi və necə adlanırdı? Harop. Adı Harop idi o PUA-ların və İsraildə istehsal olunmuşdu. Sonraki baxırıq, aprel döyüşləri Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitir. Bax, bunu yadımızda saxlayırıq. Bir də yadımızda burada saxlayırıq ki, hərbi əməliyyatlar aprelin 5-də dayandırılır. Haranın vasitəçiliyi ilə? Rusiyanın vasitəçiliyi ilə. Bax, Rusiya yenə də vasitəçilik etməklə mümkün darmadağından xilas etmiş olur Ermənistan hərbi birləşmələrini. Mümkün darmadağından. Və bu zəfər münasibəti ilə Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev hərbçilərimizi, ümumiyyətlə döyüşçülərimizi yüksək adlara və ordenlərə layiq görür. Tarix yazan qəhrəmanlarımızda nəyi yadımızda saxlayırıq? İlk öncə yadımızda ümumiyyətlə döyüşçüləri, keçdiyi döyüş yolları, bunlardan biri Murad Mirzəyevdir, digəri Samid İmanovdur. Həmçinin Gizir Sərxan Bayramovdur, kəşfiyyatçı Raqif Orucovdur, hansı ki Murov Qartalı kimi tanınırdı. Bax, Raqif Orucov, Murov Qartalı yadımızda saxlayırıq və eyni zamanda Pəncəli Teymurov Gizir, yenə də xüsusi təyinatların əfsanəsi, bir də Qoca Qurd ləqəbləri ilə tanınırdı. Yadımızda saxlayırıq. Elmidar Səfərov, baxın, Azərbaycanlı döyüşçüyə yaraşan cümlələrə baxın. Mən bu günü neçə illərdir gözləyirəm, deyirsiniz, gedim arxada ölüm. Bax, bunu demişdi Elmidar Səfərov, böyük igidlik göstərərək.
belə deyək də, aprel döyüşlərində fərqlənmişdi. Həmçinin Lələtəpə istiqamətində gedən döyüşlərdə bölmə komandiri olmasına baxmayaraq əsgərləri ilə birlikdə böyük şücaət göstərmişdi Şükür Həmidov. Eyni zamanda Qubadlı istiqamətində gedən döyüşlərdə də fərqlənmişdi və bu Qubadlı rayon uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu Şükür Həmidov. İgidlərimizi tanıyaq və ümumiyyətlə onları yadımızda saxlayaq, onların qəhrəmanlıqları bizim üçün bir nümunə olsun. Aprel döyüşçülərində iştirakçı olan hər bir Azərbaycan əskəri əsl qəhrəman idi. Bəli, hər bir Azərbaycan əskəri əsl qəhrəman idi, amma eyni zamanda Ali Baş Komandanın, Azərbaycan Respublikasının prezidentinin vermiş olduğu fərmanla Murad Mirzəyev, Samid İmanov, bir də Şükür Həmidov milli qəhrəman adı alırlar. Deməli, milli qəhrəman adı alanları yadımızda saxlayırıq. Murad Mirzəyevdir, Samid İmanovdur, bir də Şükür Həmidov. Əlbəttə ki, Azərbaycan ordusuna mənsubların hər biri əsl qəhrəman idilər. Amma bir də milli qəhrəman adını almış, bax bu 3 igidimizi də yadımızda saxlayırıq. Eyni zamanda digər döyüşçüləri də, fərqlənən döyüşçüləri də yadımızda saxlayırıq. Hər birinizə uğurlar arzulayıram. Həmçinin Raqif Orucovla bağlı yazılan yazını da yadımızda saxlayırıq. Kəlbəcər istiqamətində kəşfiyyat yürüşləri aparmışdı, düşmən tərəfə keçmişdi və olduqca qiymətli məlumatlar toplamışdı. Hər birinizə uğurlar. Növbəti dərslərdə yenə də müəyyən mövzuların izahında sizə yardımcı olmağa çalışacağım. Uğurlar.